uşaq televizor sındırır. Bunu neçəyə dəyişərsən ekranına? Bu 43'dür, yəni 109. 109 2 cür olur. Full HD, bir də 4K. Full HD-də biz dəyişirik 370 manata, 4K-nı 450 manata. LG, Samsung fərq eləmir. Dəli olmusan ana. 450 manata təzə televizor alaram ya. Təzə televizor Samsung alacaqsan. Alıb Samsung olmasın, başqası olsun. Başqasının elə ucuz olmasının səbəbi var. Nədir? Çünki onun üstündə duran ekranlar vışı sort, əla sort mal deyil. Həm də bilmirsən, refurbişdir, təmir olunmuşdur. Qaldı hansı o ucuzlu televizorlar 2 il, 3 il dözür. Biz qoyduğumuz ekran orijinal ekrandır. 1 il zəmanət verir, təzədir. Mən nətər bilim ki, bu sən qoyduğun natural nədir, orijinal Bizim nədir? qoyduğumuz ekranın üstündə nakleykası və partlandırı var. Qoymamışdan qabaqda şəklini çəkib göndərəcəm sənə. Sonra? Sonra heç bir şey. 1 ildə zəmanət verəcəm. 1 il zəmanət verilirsə sənə ekrana, salafanın üstündə ekrana, təptəzə ekran, demək əla mal verir də. Yaxşı. Qaldı sən Mercedes çıxmısan divara 06 zapçastı qoyacaqsan onun üstünə. Qoya biləcəksən. Samsungun baha olmasının səbəbi Samsungdur. LG-nin baha olmasının səbəbi LG-dir. Çünki bunların ekranların keyfiyyəti başqadır. Yaxşı. Ya gedib al 550 manata tapaz da olur ki. Gedib alaram. Gedib al. Gedib alaram. Aparıram.